Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpla Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı baş tutub. Söhbətin əsas mövzusu Ukraynada müharibənin dayandırılması və sülh olub. Ağ Evin rəhbəri bu barədə sosial media hesabında açıqlama verib. Trump görüşü mükəmməl adlandırıb və tərəflərin dərhal atəşkəs danışıqlarına başlamağa razı olduqlarını bildirib. Rusiya prezidenti Vladimir Putinlə 2 saatlıq söhbəti indicə bitirdim. Düşünürəm çox yaxşı keçdi. Rusiya və Ukrayna dərhal atəşkəs danışıqlarına başlayacaq. Şərtlər necə olmalıdır? Bu iki tərəf arasında razılaşdırılacaq. Çünki danışıqlar prosesinin başqa heç kimə məlum olmayan təfərrüatlarını yalnız onlar bilirlər. Söhbətin tonu və ruhu əla idi, deyə ABŞ prezidenti qeyd edib. Trump danışıqların məkanı kimi Vatikanı təklif edib. Putin isə Ukrayna ilə atəşkəs üzərində işləməyə hazır olduğunu açıqlayıb, amma danışıqların vaxtı ilə bağlı razılığa gəlməyib. O, Ukraynanın NATO-dan imtina etməsini, şərq ərazilərindən geri çəkilməsini və Qərbin dəstəyinin dayandırılmasını tələb edib. Zelenski isə bunların qəbul edilməz olduğunu bildirib. Ukrayna öz ərazilərindən qoşunlarını çıxarmayacaq və Rusiyanın ultimatumlarını qəbul etməyəcək, deyə o vurğulayıb. Rugiyə Nəcəfli, Humay Cəfərova, Mira TV.